İlham Əliyev, bu şərəfsizlər peşman olacaqlar. Azərbaycan Silahlı Qüvvələri səfərbərlik vəziyyətinə gətirilib. Dəfələrlə İran tərəfindən, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdi ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Ölkəs xəbər verir ki, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici İşlər Naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar deyə dövlət başçısı bildirib. Prezident həmçinin qeyd edib ki, bizim silahlı qüvvələrimiz, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün xüsusi təyinatlı qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Bununla da onlar istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.